Herkese selam uşaqlar. Kanalıma devamınız hoş gelmişsiniz. Bugünlərim 3 günlük vlog çəkəcəm. 11-i, 12-si, 13-ü, elə bil 14-ünü də belə deyim. Son zəngdə aparacağım. Onun vlogunu çəkəcəm. Düşünürəm ki, çox maraqlı olacaqdır. Çünki yəni 3 ildir əslində oluram, amma heç vaxt bunu çəkmək qərarına gəlməmişəm. Həm də bir özəlləşdirim dedim. Məndə bir anı olaraq qalsın və heyecanlıyam mı? Heyecanlıyam çünki gələn özüm də 11-əm və hər il 11 olmaq istəmişəm və düşünürəm ki, bu ildə biraz duyğulanacağıq, biraz ağlayacağıq, biraz güləcəyik, biraz oynayacağıq və amma gözəl keçəcəyinə inanıram. Mən sabahda falan yəqin gedərəm, ssenari götürərəm. Ssenarini götürəndə çəkərəm, məşqlərə gedəcəm, məşqlərə çəkərəm, provalara, günü çəkəcəm, 14 gün çəkəcəm, 19 ad günümdür. Tərdən 10 fikir yaşam, ağlım qarşı tarix niyə kimi birinci 19 ağlıma gəlir, onu görə mənə üzürü say. Hələlik o zaman görüşərik. Səhər görüşürük, çünki səhər şeyə getməliyəm, ssenarini götürməyə. Deməli uşaqlar, mən məktəbə çağırırlar ki, gəl ssenari hazırdır, məşq eləyək. Mən də məktəbə gedirəm, günün istisində. Bugün ayın 11-idir, 14-ü də son zəhdir də. 3 gün, yəni yetər də artar belə də, yəni rəqs yox, mahnı yox, bir şey yox da. Bizim işimiz daha asandır axı. Sıranı deyirik, təşəkkürləri bildiririk ya da biz dəvət edirik. Yəni bizimki iştirakçılara nisbətən, yəni uşaqlara nisbətən daha asandır. Ona görə də 3 gün məncə polunu bəs eləyək bizə şey eləmək üçün, öyrənmək üçün. Məktəbə gedirəm hal-hazırda. Çatım oranda çəkəcəm. Paltar söhbətində gələndə, yəni paltar hələ seçməmişəm. Ayaqqabım var, ayaqqabı geyinirəm. Amma paltar elə bilmədim, donmu geyinim, məktəb paltarımı geyinim. Keçən mən deyəsən şey geyinmişdim. Yox, inişir, keçən mən olmadım. İnişir mən bir dənə don geyinmişdim, səhv eləmirəmsə. İndi bu ildə məktəblərə normal son zəngə qaydaları qoyuldu deyə. İndi bilmirəm, aparıcılarda yəqin ki, deyərlər ki, böyük ehtimal məktəb paltarında çıxış elə. Çünki normal 11-lər adi rəngdə, qırmızı rəngdə, pəmbə rəngdə çıxışa qoymurlar. Deyirlər ki, ya məktəb paltarında çıx, ya da ağ-qara paltarda çıx. Yəni, inanmıram ki, aparıcılara nəyəsə qoyalar. İndi məktəbdə gedim, öyrənəcəm, görüm mən nə geyinirim. Don desə çox qəşəng olar. Çünki bir dənə cins donum var. Yəni, ayaqqabımda duflidir. O da ki, göy rəngdədir. Göy deyilsin də, göylə yaşılın qarışığıdır. Boyum balacadır, yəni mən yanındakı partnyoruma çatmaq üçün uzun geyinirəm. Ona görə dufli geyinirəm məcburiyyətdən, maalesef. Herkese selam uşaqlar, bir daha. Deməli, bu günlərin bizi ayın 12-sidir, məşqə çağırıblar ki, gələrsən məşq eləyərsiniz, aparıcılar birinci. Bizim alterni, generalni məşqimiz 5-ci gündür. Və saat 10-da çağırıblar, təxmin edin saat neçədir? 11-in yarısı və həmişə kimi yenə gecikirəm. Mən bilsiz nətər 10 ildir bu məktəb yolunu gedirəm. Bir dəfə saatı tutdura bilməmişəm mən, yəni 8-in yarısı çıxıram, 8-ə çatmıram, 9-a işləmiş çatıram. Ya da 8-ə işləmiş çıxıram, çox tez çatıram. Yəni məktəb yolunu heç vaxt tutdura bilməmişəm. Aslında bugün gec durmuşdum, ona görə maalesef. Ssenari ilə götürmüşəm. Ssenari dünən bir qaydanda oxumuşdum. Bir axşam özüm evdə bir də oxudum. Bir də indi yolda oxuyuram. Məşq eləyək. Məsəl üçün, generalni məşqi daha aydın çəkərəm. Çünki indi heç nə olmayacaq. 2 nəfər məşq eləyəcəyik. Görək. Bu bizim də 3 günlük vlog kimi gedirdi. Əslində son zən vlogudur. Amma 3 gün ərzində çəkilir də bu videolar. Çünki məşqdən axıra qədər. Məncə ən qəşəng 14 olacaqdır. Bu arada paltar işini dəqiqləşdirdim. Mən məktəb paltarı geyinməliyim. Sadəcə ayaqqabı olaraq o göy ayaqqabımı geyinəcəm dufli kimi. Qalanlar məktəb paltarı olacaq. Sarışqa ilə yufqa maalesef. Zaten mən demişdim ki, belə hiss edirəm. İndi görək də nə olur. Gedirəm məktəbə. Deməli, məktəbdən çıxdım gücünə bəlayla. Saat 1-in yarısıdır. Saat 10-da getmişdim. 10-da şübhəli 11-in yarısı getmişdim. Ssenarini dəyişdilər təzdən. 2 dənə ssenari oldu. Birini özümdə saxlayacağım böyük ehtimal. Hər il saxlayırdım. Birində ora aparacağım, istifadə edəcəm ağalar yəni.
Çox qəşəng olacaq da məncə. Sabahlar da saat 11-də general məşq olacaq. Yəni şeylə bütün 11-lərin rəqsləri ilə falan filan elə bir tədbirdəymiş kimi məşq edəcəyik. Oranı hazırlayırlar falan. Bir gündə ay 10. Yəni hətta bir gündə imtahan bir gündə 6-cı gündür. Tədbir sabah da 5-dir. Sizcə mən günlə şeyi çox qarışdırıram ayın tarixlərini. Ona görə ayın tarixlərini işləmirəm. Mən günlə işləyirəm daha çox. Bu arada paltar söhbətinə gələndə deməli nağarası oldum. Köynək, yufqa geyinəcəm. Ayaqqabı olaraq tufli geyinəcəm. Müəllim dedi ki şeydir. Sənin yanındakı partnyorun boyuna çatmaq üçün tufli geyin. Özümü biraz pis elədim. Çünki yəni bu adamın üzünə deyiləsi söz deyil da. Saçlarımı da 2 dənə hörəcəm belə. Buradan və buradan hörmək istəyirəm. Amma hələ qərar verməmişəm. Hörəcəm yoxsa hördürəcəm. Yəni özüm də hörə bilirəm. 2 cür həm arkaya həm dala. Amma yəni tam olaraq bilmirəm də nə hörəcəm. Bugün də belə sonlandırdıq. Yəqin ki sabah general məşqə gedəndə də oranı da çəkərəm. Çünki 11-lər falan hamısı olacaq deyə daha yaxşı göstərə biləcəm. Yəni bugünlük də o qədər. Gedim evdə məşq edeyim. Bəlkə axşam məşq eləmək sürəcim falan da paylaşıram. Necə məşq edirəm, nətər. Mamamla məşq edirəm. Böyük məşq ki, mənim mamamın da diksiyası həqiqətən çox qəşəngdir. Yəni bunu bayılıram da bir qəşəng şeir danışır. Gəl görəsən. Riyaziyyat müəllimidir. Elə şeirlər bilir ki, yəni ağzım açıq qaldı. Ömrə yadımda o şeirləri əzbərləyə bilmərəm o dərəcə. Yəni ki belə. Sabahınız xeyir uşaqlar. Necəsiniz, neyinirsiniz? Deməli, saat 11-ə 10-a qalıbdır. Mən saat 11-də məktəbə getməliyəm. Bu günlərimizin general məşqimizdir. Yəni, bütün 11-lər olacaqdır. Bir də biz aparıcılar. Yəni, elə bir ki, son zəhlənicə bugün də elə olacaqdır. Sadəcə qonaqlar olmayacaqdır, belə deyim. Mən hazırlaşmışam, geyinmişəm. İndi gedəcəm. Çayım içim, yeməliyim. Çünki orada biz çox uzun qalırıq. 11-də gedirəm. Sonra mən 2-yə 3-ə qayıdacağım. Çünki hamısının ayrıca rəqsləri falan çox uzun çəkəcək. O da tədbiri biz açıb, biz bağlayırıq deyə. Elə ən axırda da biz getməliyik tədbirdə. Gedim. İndi orada da nəsə video çəkərəm yəqin ki. Yəni görək nə olur. Bir yerə də kameranı sabitləyib dura bilmirəm. Allah evin ortasında fır-fır gəzirəm. Neyse gedim çay için çıxım orada çəkərəm. Senaryum hara qoymuşam? Hə. Senaryum da buradadır. Öyrənmişəm. Görək necə olur. Bir müəllim töhmətiydi dərdimiz. Bir töhmətdən için yanardı. Hələ onda bilmirdik ki bunu biz. Bir gün necə həsrət ilə anarıq. Dünya hələ bizim üçün nağıldı. Min arzun alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağır, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri.
temiz arzulu günleri, mektep illeri, ömrümün en şirin duygulu kaygısız. Deməli tədbirdən çıxdım. Yəni o qədər qəşəng oldu ki, yəni hamı da havana qədər oturduq da mükəmməl alındılar tədbir, elə belə yox. Çox amma çox qəşəng oldu. Yəni inşallah eyni performansı gələndə bizdən də gözləyirik. Son zəngin ən çox sevdiyim tərəfi isə lentə sözlər yazmaqdır. Yəni ki, kiminsə lentə sözlər yazıram və tanımasam belə ən azından adını yazıram. Və yaxud da götürürəm, imzasını falan çəkirəm. Bunlar çox qəşəngdir da. Yəni ən sevdiyim aktivitelərdən bir dənəsidir son zəng lentədə. Mənim son zəng aparıcılığım olacaq da. Yəni 3 ildir olmağıma baxmayaraq. Hər şey ürəyimizdə oldu. Yəni son zəng vlogda yəni bura qədər idi. Video da bitti. Bəyəndinizsə bəyənməyi, kanala abunə olmayı, yorum yazmayı unutmayın.